efirə çıxartmadığına görə səni ölümlə hədələyən kim idi? Şənliklərində kifayət qədər populyar olan toy aparıcısı Natiq Dağlaroğlu idi. Aparıcı Mikail, senarist Mikail, prodüser Mikail, bunlardan hansı Mikailin özünü qane edib? Hər üçü məni qane edib. Çünki mən senarist olanda kifayət qədər Azərbaycana səs salan, Azərbaycan tamaşaçısına bələd olan Çalçağır verilişi Yağ kimi. Onun adı da mənim də o layihəni də mən yazmışdım. Sonra kimdir? Yəni bir çox layihələr olub ki, kifayət qədər populyar olan, mən senarist kimi onun öhdəsindən gəlmişəm.